Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Həmidli Həmid Əli Sahiboğludur. Şəhid Həmidli Həmid Əli Sahiboğlu 28 iyul 1996-cı ildə Beyləqan rayonu Milabad kəndində anadan olmuşdur. Cəbrayıl rayonu 21 saylı orta məktəbdə orta təhsilini aldıqdan sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, kapitan hərbi rütbəsinə qədər yüksəlmişdi. Kapitan Həmidli Həmid Əli Sahiboğlu Tovuz döyüşlərində iştirak etmiş, qorxmazlığı və cəsarəti ilə hər kəsə nümunə olmuşdur. İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, igidliyə görə və cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həmidli Həmid Əli Sahiboğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Ailəli idi, vətənə yadigar 2 övladı qalmışdı. Şəhid kapitan Həmidli Həmid Beyləqan rayonu Milabad qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir.